Evdəki qarışqalardan necə xilas olmaq olar? Bu cür videoların davamını görmək istəyirsinizsə, videonu bəyənin və kanala abunə olun. Ən əsası isə zınqrov düyməsini basmağı unutmayın. Qarışqalar təbiətdə faydalı olan, lakin evdə arzu olunmaz olan həşəratlardır. Yay aylarında qarışqalar xüsusilə də evin mətbəxini sözün əsl mənasında işğal edirlər. Ancaq onlardan xilas olmaq elə də çətin deyil. Üstəlik, bunu zərif canlıları öldürmədən də etmək olar. Qarışqalarla mübarizədə vacib ilk addım evinizdə məskunlaşan növlərin müəyyən edilməsidir. Evlərdə 25-ə qədər müxtəlif növ qarışqa yaşaya bilər. Ən çox görülənlərin səki və dülgər qarışqaları olduğunu bilmək vacibdir. Qarışqalarla mübarizəni iki mərhələyə ayıran 1. Qarışqalar evi işğal etmədən öncə tədbir görün. Evdə bir-iki ədəd qarışqa gördüyünüz an atacağınız addımları müəyyənləşdirin. Çünki bu qarışqaların kəşfiyyat xarakterli səfəri olmasından xəbər verir. Əgər qidalanmaq üçün yaxşı şərait olduğunu görsələr, dərhal bütün koloniyanı ora çağıracaqlar. Əvvəlcə qarışqaların evə hardan girib çıxdıqlarını müəyyənləşdirin. Pəncərələrin kənarlarına, qapının altına və çat deşik olan yerlərə nəzər yetirin. Bütün evi, əsasən mətbəxi hər gün tozsoranla təmizləyin. Mətbəxdəki stolların üzərini sabunlu su ilə silin. Heç yerdə çörək qırıntısı, şəkər tozu və ya şəkərli qidaların qalmadığına əmin olun. Bütün qidaları ağzı bağlı qablarda mühafizə edin. Zibil qablarını tez-tez boşaldın. Bütün qarışqalar sadəcə şirin qida axtarışında olmur. Onlar həm də su axtarırlar. Ona görə də hamam da daxil olmaqla evin hər yerini yaxşıca silib təmizləyin. Heç yerdə nəm hiss edilməsin. Döşəmə yaş olmasın. Əgər evdə pişik və ya it saxlayırsınızsa, onların qidalarının heç yerə tökülməsinə diqqət edin. 2. Artıq evə yerləşmiş qarışqaları evdən uzaqlaşdırın. Qarışqaları evdən uzaqlaşdırmaq üçün ilk növbədə evə daxil olma imkanlarını məhdudlaşdırın. Divarlardakı çatları və pəncərə kənarlarını silikonla möhkəmləndirin. Qarışqaların evə gəldikləri yola limon sıxın və ya limon dilimi, limon qabığı tökün. Limonun turşuluğu qarışqaların yol tapmasına mane olur. Sirkə. Evdə kimyəvi maddələrdən uzaq şəkildə tez-tez təmizlik işləri görmək üçün istifadə olunan bu sirkə qarışqalardan xilas olmağın ən doğru və təmiz yollarından biridir. Sirkəli su hazırlayın və bu suyu qarışqaların uzun nazik zolaqlarla daxil olduğu ərazilərə ya çiləmə üsulu ilə və ya bir parça bezin köməyi ilə tətbiq edin. Qarışqalar sirkəni ilədikdə geri qayıtmaq istəməyəcəklər. Beləliklə, siz də zərər vermədən onlardan qurtulacaqsınız. Bir sprey şüşəsini su ilə doldurun və üzərinə 10-15 damcı nanə yağı əlavə edin. Sonra bu suyu qarışqaların gəldiyi ərazilərə səpin. Əgər qarışqalar mətbəxinizdə hər yerdən çıxırsa, dərin bir qazanda su qaynadın və suya bol miqdarda nanə yağı əlavə edin. Və daha təsirli nəticələr əldə etmək üçün bu suyun buxarlanmasına icazə verin. Nanə yağının qoxusu bütün mətbəxinizi bürüyəcək və qarışqalar yavaş-yavaş uzaqlaşacaqlar. Əziz izləyicilər, qarışqalar evdə problemlərə səbəb olsa da, düzgün tədbirlər görülərsə, onlardan asanlıqla qurtulmaq mümkündür. Əsas olan gigiyena qaydalarına riayət etmək və giriş nöqtələrini bağlamaqdır. Ehtiyac olduqda isə peşəkar yardım almaq çətinliyi daha tez həll edə bilər. Qarışqaları onlara zərər vermədən mətbəxinizdən çıxara biləcəyiniz üsulları izah etdik. Lakin bunları bilmədən də olmaz. Bütün bu üsullar qarışqaları evinizdən uzaqlaşdıracağına baxmayaraq, əsasən etməli olduğunuz şey evinizi, mətbəxinizi həmişə təmiz saxlamaq, yerə düşən qırıntıları və qalıqları qısa müddətdə yıxmaq, zibil qutusunu isə olduqca gigiyenik qaydada istifadə etməkdir. Dəyərli izləyicilər, bir videonu hazırlamaq üçün məlumatlar toplamaq, videoya çəkmək və izləyicilərə daha dəqiq çatdırmaq üçün nə qədər məsuliyyət və zəhmət tələb edir. Sizlərdən də bizim kanal heyətimizin zəhmətini qiymətləndirərək
Paylaşdığımız videoları bəyənərək bəyənmə düyməsini basmağı bizdən əsirgəməyin. Biz də kanal heyəti olaraq baxdığınız videoları dəyərləndirdiyinizi gördükcə daha da həvəslə faydalı məlumatları izləyicilərimizə çatdıraq. Özünüzə yaxşı baxın, növbəti videolarda görüşənədək Allah amanında. Video sizin üçün lazımlı oldusa bəyənmə düyməsini basın. Kanal sizə maraqlı gəlirsə, hələ də kanala abunə olmamışsınızsa, abunə ol düyməsini basa bilərsiniz və zınqrov düyməsini də basın ki, hər dəfə yeni faydalı videolar paylaşanda sizlərə ilk gəlsin və sizlər də bu videolardan yararlanın və təbii ki, əzizlərinizin yaxınlarınızın da faydalanmasını istəyirsinizsə, videonu onlarla WhatsAppda, Telegramda və Facebook və digər sosial şəbəkələrdə paylaşa bilərsiniz və onu da deyim ki, şərhləriniz bizlər üçün olduqca vacibdir. Şərhlər yazmağı unutmayın. Özünüzə yaxşı baxın, növbəti videolarımızda görüşənədək Allah amanında.